Mayın 26-sında Azərbaycan Tibb Universitetində Hərbi Tibb Fakültəsinin yaranmasına 25 illik yubileyinə həsr olunmuş Hərbi Təbabətin Aktual Problemləri 2025 adlı elmi-praktik konferansının açılışı olub. Əvvəlcə ümumilli lider Heydər Əliyevin və vətən uğrunda canından keçmiş şəhid həkimlərin büstləri önünə tər gül dəstələri qoyulub. Elmi-praktik konferans ümumilli lider Heydər Əliyevin və şəhidlərimizin xatirəsindən bir dəqiqəlik sükutla yad edilməsi və hərbi orkestrın ifasında Azərbaycan Respublikasının dövlət himninin səsləndirilməsi ilə başlayıb. Konferansda Respublikanın səhiyyə sahəsindən, bütün güc strukturlarının tibb xidmətindən nümayəndələr, Azərbaycan Tibb Universiteti və Hərbi Tibb Fakültəsinin professor, müəllim, tələbə və kursantlar iştirak ediblər. Azərbaycan Tibb Universitetinin rektoru professor Geray Geraybəyli elmi-praktiki konferansı açaraq bildirib ki, Azərbaycan Tibb Universitetinin Hərbi Tibb Fakültəsi Ulu Öndər Heydər Əliyevin uzaq görənliyi sayəsində müstəqilliyimizin qorunub saxlanması üçün bütün sahələrdə olduğu kimi ordu quruculuğuna verdiyi töhfələrdən biridir. Tədbirdə çıxış edən Milli Müdafiə Universitetinin rektoru general-mayor Gündüz Əbdilov qeyd edib ki, Milli Müdafiə Universiteti qabaqcıl dünya təcrübəsinə və milli hərbi strateji maraqlara əsaslanaraq hərbi təhsil sistemində mərkəzləşdirilmiş idarəetməni təmin edir. Elmi-praktik konferansda çıxış edənlər Hərbi Tibb Fakültəsinin fəaliyyətinə daim yüksək əhəmiyyət verilməsindən, hərbi tibbi təhsilin bütün formalarının mərkəzləşdirilməsindən danışıblar. Hərbi Tibb Fakültəsinin dünəni, bugünü və sabahı adlı sənədli film nümayiş etdirildikdən sonra Hərbi Tibb Fakültəsinin keçmiş rəislərinə və 20 ildən artıq xidmət edən müəllimlərinə plaketlər təqdim olunub. Tədbirin bədii hissəsində Azərbaycan Tibb Universitetinin tələbələri vətənpərvərlik mahnıları səsləndiriblər. Qeyd edək ki, elmi-praktik konferans bugün başa çatacaq.